Bir dul arvadın dünya gözəli bir qızı olur. Kim bu qıza elçiliyə gedirsə, arvad onlardan 50 milyar lirə başlıq parası istəyir. Deməli, bir kişinin bir oğlu da bu qızı çox sevirdi. Bu çox çalışır, çox əlləşir, başlıq parasını düzəltmək üçün ancaq 3 milyard pul düzəldə bilir. Atası oğlunu çağırır ki, deyir ki, gəl gedək o qızı istəyək sən üçün. Deyir, ay ata, onun anası o qıza 50 milyard başlıq parası istəyir. Mən isə əlləşib vuruşub cəmisi 3 milyard pul gücünə düzəltmişəm. Deyir, eybi yoxdur, gəl gedək. Bəli, bunlar gedirlər elçiliyə. Kişi qızın anasına deyir ki, mənim sözümü kəsmirsən, mən axıracan dinləyirsən, sözümü qutarandan sonra sən danışmağa başlayacaqsan. Arvad deyir ki, baş üzə. Deyir, biz sənin qızına elçiliyə gəlmişik, sənin qızını öz oğluma almaq istəyirəm. Al bu 1 milyard lirəni sənin qızının başlıq parası. Arvad deyir ki, sən başın xarab olub, nədir? Mən 50 milyard deyirəm, sən deyir 1 milyard deyirsən. Deyir ki, sənə dedim axı, mən sözümü danışıb qurtarmadıqca sən söhbətə qarışma ginan, axıra kimi dinlə. Arvad bəli, başlayır qulaq asmağa, deyir, yaxşı, sözünü de. Deyir ki, al bu 1 milyard da sənin olsun. Deyir ki, kişi arvada deyir ki, səni özümə alıram, qızını da oğluma alıram. Bu sözdən sonra arvad gülümsəyir və razılıq verir. Deyir, Allah xeyir versin. Bəli, bunlar razılıq alandan sonra durub çıxıb gedirlər. Səhəri bu söhbəti eşidən qonşular arvaddan soruşurlar ki, bəs nə oldu, sən bu qızı 50 milyarddan aşağı başlıq parası qəbul eləmirdin, sən qızı 1 milyarda verdin, getdi. Deyir, hə, parakəndə satışla topdan satışda fərq var da, bunların ayrı-ayrı qiymətləri var. Oğlan da atasından soruşur ki, ata, necə oldu, sən 50 milyardlıq işi 2 milyarda həll elədin. Bəs o 1 milyardı neynədin? Deyir, bala, o 1 milyardı da sənin anama verdim ki, ikinci evliliyə razı olsun. Diqqətinizə görə çox sağ olun.